Əliyən Vəliyullah nə səbəbə iqamə və azana əlavə olundu? Maraqlı sualdır. Vaxtımız yekunlaşır. Bu sualı da cavablandırım inşallah. Ondan sonra sizlə sağollaşacağım. Demək, yazır ki, Əliyən Vəliyullah kəlməsi nə səbəbə iqamə və azana əlavə olundu? Birinci, gəlin baxaq namazın vacibatına. Namazda müstəhəb olan şeylər var, əməllər və vacib olan əməllər var. Müstəhəb nədir? Müstəhəb budur ki, bir onun barəsində danışdıq. İnsan onu eləyərkən onun səvabı var, eləməsin dahi sənə günahı yoxdur. İqamə və azan namazda müstəhəbdir. Namazın vacib hissəsi deyil. Yəni iqaməni azanı deməsən namaz batıl olmaz. Namazın vacibatı hardan başlayır? O ki niyyət eləyirsən, məsələn, sübh namazı qılıram 2 rəkət, vacib qürbətən iləllah, Allahu Əkbər, Allahu Əkbərdə başlayır vacibat ta əs-salama qədər. Əs-salamda qutarır. O ki niyyətdən sonraki Allah Əkbər dedin, vacibət orada başlayır ta əs-salamda qutarır. O iqamə ki azan, iqamə var, bu namazda müstəhəbdir. Onu desən səvabı var, deməsin da günahı yoxdur. Hansı səbəbə Kamal qardaşımız soruşur ki, hansı səbəbə səbəb nə oldu ki, Əliyən Vəliyullah kəlməsi azan və iqamədə zikr olundu? Bu tarixdir. Muaviyyə özün Əmirəl-Mominin qərar verəndə, xəlifə tanıyanda və ona biyyət eləyən insanlar oldu. Xəlifə özün elan elədi, möminlərin əmiri elan elədi və əmr verdi ki, cümə namazlarında Əli ibn Əbi Talibə cümə xütbəsində lənət oxunsun. O adamlar ki ona biyyət eləmişdilər, o gündən etibarən hər cümə xütbəsində Əli ibn Əbi Talibə lənət oxumağa başladılar. Bunu görən Əli şiələri, yəni tərəfdarlar, şiə sözü tərəfdara deyərlər. O adamlar ki